Herkese salam. Necəsiz? Nə var, nə yox? Halınız, əhvalınız? İnşallah yaxşısınız. Bugün biraz getdim, yenə alış-veriş etdim. Səhər saat 10-dan çıxanıq evdən Firuzə ilə getdik, biraz bazar turu etdik. Qız-qıza dedik, həm gəzək, aynımız açılsın, həm də gözümüz nə təzə görür, sveji görür, alaq gələk. Düzü heç nə almayacaqdım ki, amma xoşuma gələnlər olanda hərəsindən az, çox da yox, alası oldum. Bugün işim çoxdur xanımlar. İndi çayımı içib, gələr gəlməz çayı qoydum çöl bir istidə. Çay içəndə nədənsə mən sərinlənirəm. Su içəndə daha da yandırıram. Suyu içirəm düzü, amma çayın yeri mənə görə bir başqadır. Çox da içmirəm, amma yayda çayı çox içmirəm. Səhər çay içmədən çıxmışdım deyə su içdim. Çıxmışdım deyə gəldim, çay istədim. Nəysə, bugün işim çoxdur. Nə iş görəcəyəm? Dünən ərik almışam. Qəşəng ki, dadlı, tamlı olan, rəngli olan ərik aldım. O ərikdən ilk dəfə sok hazırlayacağım. Bildir, sözün düzünü desək, çox istəyirdim onu hazırlamaq, amma blenderim yox idi. Gedib almadım blenderdə. Eləliklə qaldı. İndi bu ilə qismət oldu. 4 kilodan artıq ərik almışdım. Sağ olsun, halallar olsun, uşaqlar yedi. Bayaq çəkib baxıram, hələ çikləri də içindədir. 2 kilo yarımdır. İndi deyirəm, gedim yenə 1 kilo yarım alım, ya da 2 kilo alım. Yarım kilosunu, nə deyirsiniz siz ona? Tulumu mu deyirsiniz, nə deyirsiniz? Nəysə, öz dilimizdə deyim də mən. Çiklərini çıxardaram. Geridə 4 kilo qalsa, ona da 4 litr deyəsən su tökülməlidir. İnternetdə də araşdırdım, biraz baxdım. Çünki ilk dəfə edəsiyəm onu mən. Onu hazırlayacağım. Bugün qış hazırlığı edirik də videomuzda. Alixan süzdüm. Xanımlar, bu kurkumadır. İndi mənə çatmır. Biləniniz varsa yazın. Kurkuma ilə sarı kök eynidirmi? Yəni sarı köklə kurkuma eyni deyilsə də mən sarı kökü nə deyib axtara bilərəm, necə deyib ala bilərəm. Düzü Firuzədən soruşdum, dedi eynidir. Amma bilmirəm eynidirmi. Qəşəng qoxulu müxəy aldım. Çox qəşəng qoxusu var. Mən müxəyi xoşlayıram. Bu da biraz toyuğun bud hissəsi yox, o budun arxası olur, belə balaca olan yerlərindən aldım. Yazı düzü çox qızartmışam belə təzə kartoşka. Bu cür elə bütöv qabıqlı zaddır. Bu da qəşəng idi, təzə idi deyə belə bunu da aldım. Bir də reyhan aldım. Amma aldığım 2 viddir reyhan. Bu belə iri yarpaqlıdır. Elə bir teplitsiyada böyüyəndimi bilmirəm. Buna baxanda bunun qoxusu daha çoxdur. Həm də ki, mənə elə gəlir ki, bu kənddə artıq özümüz əkəndir da, belə hət baxcanın nə idi. Bu da göyərtidir, xiyardır. Bir də qəşəng gilas aldım. İri dənələri var. Amma çox baha almışam. Kilosunu 3000-ə aldım. Belə bu cürdür. Bu il belə iri dənəli gilas almamışdım. Almışdıq, belə xırdalı idi. İndi 3000 nə qədər edir bilmirəm. Bir də belə təzə xiyar gördüm, xiyar aldım. Nəysə, mən gətirim buraları tez-tez yerləşdirin bacılar. Ondan sonra kompotumuzu, qış hazırlığımızı, ev işimizi, nə bilim, evdə mən sizinlə olum, sizlər də mənimlə olun. Birimizlə söhbət edə, fikir bildirə videomuzu həm çəkək, həm də oxuyaq. Alixan, çayı süzdüm. Ali, sən istəyirsən çay? Alixan, gəl, soğumadan iç onda. Alixan da gündə bir səhər çay içibdi. Yəni, mən saat 10-dan çıxmışam deyə uşaqları qaldırdım, çay süzdüm, elə çıxdım. Nədənsə heç ürəyim istəmirdi yemək. Amma samsa var idi, samsa yedilər, çay süzmüşdüm. İndi yenə gəlib deyir, mama, mənə də çay süz. Bilmirəm, bu uşaq mənəm oxşuyur nədir çay içməkdə. Bacınız tezdən də durdu. Bir dənə gül videosu da çəkdi. Gülünün baxma haqqında izləyicilərinə məlumat da
verməyib hələ verəcəkdir. Hazır qoymuşam videoyu sadəcə olaraq montajdan asıdır. Belə bacılar. Bazara baxanda bizim burada ərik ucuzdur. Bazarda 800-dən aşağı ərik yox idi, amma buradan 550-yə aldım. Mən dünən bundan almışdım. Həm dadı gözəldir, həm tamlıdır, qoxuludur, həm şirindir. Ona görə çox bəyəndim. Bizim qıza baxın, məni qarşılayır. Ha, Melis, çıx yoldan, çıx, maşınlar gəlir. Nə gündə sən? Melis, gəl gedək. Gəl görüm, gəl. Gəl, gözləyirəm sən, tez gəl. Gəl. Dünən aldığım belə bu cür əzilib. Gerək ki, yavaş-yavaş yuyamdan onu. Yoxsa təmiz əzilib, üstünə düşəcək. Amma indi aldığım qəşəngdir. Dünən aldığım da indi aldığım kimi idi. Bir gün keçdi, xaşığı çıxdı. Halı getdi. Əzilməsin deyə tezlik. Bu 2 kilo yarım idi. Çəkdim. Buradakinə 2 kilo 300 gram idi mi? Nə idi? Bax belə. 5 kiloya yaxındır da indi. Təmiz 4 kilo çistir. Əti qalsa yaxşıdır. Gətirim mən indi bunu yuyum. Ondan sonra bir təmizləyim. Tərəzinin üstünə qoydum. Bu halı 4 kilo yarımdır, təmizlənmiş halı. Həm qaralan yerini çıxartdım, həm əzilən yerini çıxartdım ki, rəngində biraz qaralı rəngi olmasın. İndi mən buna 4 litr yarım su vurmalıyam xanımlar, resepə görə. İntası 2 litr suyunu indi vuracağım, qaynadacağım. Bir 15 dəqiqə qaynara düşəndən sonra 15 dəqiqə qaynamalıdır. Ondan sonra blenderdən keçiririk. İndi bilənlər bilir, indi mən də ki gördüyümü deyirəm. Blenderdən keçirəndən sonra süzgəncdən keçirəcəm. Ondan sonra qatıdırsa da 1-2 litr yenə su vuracağıq. Yenə qatıdırsa da indi kıvamını özünə gətirənə qədər su vurub, lap elə nə qatı, nə su kimi etməyərik. Nəysə, mən indi bunu asım, bu qaynasın. Buraları da biraz təmizləyim. Paketlər zad var, ortalığı zad təmizləyim bu bişənətən. Ondan sonra görərik nə hala gələcəkdə. Bankalarımı zamı yuyum, hazırlayayım. On dəqiqə qaynatdım. İndi blenderdən keçirib, setkadan keçirib, ondan sonra həm qatılığına baxacağım, həm şirnisinə.
İndi hərənin bir damaq ləzzəti var. Şirini də içən var, biraz şirinsiz içən də var. Biz elə orta, nə şirinsiz, nə şirin. İndi özümüzün damaq ləzzətimizə baxaraq pesoqunu tökərəm. Qatılığına baxaram. Biraz su artırmaq lazımdır. Blenderdən də keçirəndən sonra məncə çox qatı olacaq. Ondan sonra bankalarımızı da yumuşam. Görək nə qədər alınacaq. Bilmirəm, axıra 5 banka yumuşam. Axşam oldu. Şər qarışdı. Bankaları bağladım. 4 dənə alındı. Evi sildim, təmizlədim. Kirlənən qablarımı yudum. Bir sürü iş görmüşəm. İşimin ucuna qulağına çata bilməmişəm ki, telefonumun kamerasını aça bilim. Maşınlar çox gəlirdi deyə telefonumu dayandırdım. Neysə, o qədər iş görmüşəm. Saniyələr olurdu, elə bil ki, mənim işim, gücüm. Saniyə getdikcə biraz da təmizləyirdim. Dedim, axşama işim, gücüm çox qalmasın. İşimi, gücümü görüm. İndi qaldıq axşama. Belə də göstərim. 4 dənə 2 litri yalındı. Bir də 1 litrin başı biraz belə yarımçıq idi. Onu da ələ qoydum xanımlar. Uşaqlar gedib gəlib içdilər. Bunu belə qoymuşam. Hələ istidir. Üstünü də örtdüm. Belə bu cür dursun. Sabah yerləşdirərəm. Hələ bunlar da buradadır. Bunun altı keçən dəfə demişdim. Doludur, ona görə hələ hazırladıqlarımı elə buralara yığacağam. Şirinisi nə az, nə çox. Bizim damaq ləzzətimizə görə əladır, süpərdir. Bu da məncə kıvamı da öz yerindədir. Bir baxın, süzüm stəkanə. Siz də bir analiz edin. Mənə görə yaxşıdır. Uşaqlar da belə xoşdadır. Biraz da qatı olanda məncə nazqoz edəcəkdilər. Baxın, belədir. Şirinisi yenə dediyim kimi bizim damaq ləzzətimizə görə nə az, nə çox. Orta. Amma elə adam var şirini içir. Eləsi də var ki, şirinisini lap az edir. Bu da belə alındı. İndi görək, bizim bəy evə gələndə də dadına baxar, görər nə təridir, nə təri deyil. Yəni o %100 deyəcək ki, əladır, süpərdir. Əsas odur ki, bankaları doldurursan. Əsas odur. Nəysə, bacınız buraları yığdı, yığışdırdı. Qız, görəydiniz. Bütün qaz peçin üstü, buralar, hər yer bir gündə. İnsan əlinə banka işi alanda, bilmirəm niyə. Evin içində mən xoşlamıram da hazırlamağı, amma məcburiyyət qarşısında hazırlayırıq. Bankaları həmişə belə açıq havada, çöldə, həyat bacada etməyə hər dəfə xoşlamışam. Elə də edirdim. Bildirdən bu evə köçəndən elə düzgün əməli şəraitim yoxdur deyini çöldə. Ona görə evdə hazırlayıram. Nəysə, gətirin buraları bir paryatka salım. Yuyulan qabları yerləşdirim. Buraları silmişəm, təmizdir. Yeri də sildim. Yemək də ki, indi görüm tez bazar nə edəcəm. Ali. Ay Ali.
Suluyorsan mı? O mənim otaqda olan gülləri biraz artıq ver yine. 3 stəkan ver yine. O böyük güllərə, yekələri var. O bizim otaqda yekələri var, yekə gülləri. Hə, onlara biraz artıq ver yine. Onlar çox tuzdur. Pəncərənin qabağında güllərə də çox verməyin, az verin, amma birazdan yenə vermək lazımdır. Oralar daşıb tökülməsin. Gördün mü? Ha? İçinde kaldı mı su? Yok. Yok, çölde güllərə də verirsən mi? Verim. Yok, mən gəlib verəcəm. Yuxarı köydən navesin üstə qoyduğum gül var. Ona gəlib mən verəcəm. Setbəyi çıxardır. Gəl onun içindələri orxideyalara verəcəm. Onları artıqlarına apararım. Koy buraya. Bugünkü menümüzdə bizim kartoşkadır xanımlar. Bol göylü qiyartılı salat etdim. Hələ duzunu vurmamışam, suyu çıxmasın. Kartoşkayı da belə xırda idi. Yağda, bol yağda qızartdım. Belə bu cür qızardı. Salat da baxın belə etmişəm. Göynü göyərtisini çox vurmuşam biraz. Uşaqlar da göylü istədi, qismət də göylü istədi. Mən reyhanı xoşlayıram deyə reyhanı da bol vurdum. Belə bu cür hazırladım. Buradakı heç atlasıdır, orada bir dənə pomidor var. İndi mən bunu qarışdırım. Təkərlə becərə bilmədim, yanmasın. Bugün bizim menümüz sadə. Hər dəfə sadədir zaten. Bugün də kartoşka qızartması oldu. Həm vlog, həm gül baxımı, həm ev işi, həm bank etmək, həm çöldə işləmək. O ki bir atalar sözü var, bir əlində 2 qarpız tutmaq gücün çatmayacaq. Qız, mən 2 qarpız nədir ki? Mən 10 qarpız tutmağa çalışıram. İnanın ki, birdən dizlərimin taqəti gedir. O dərəcədə yoruluram. Amma təzdən fikirləşirəm, mən durmalıyam, ev işlərimi görməliyəm, kim gəlib mənim evimi işimi təmizləməlidir, kim mənim yeməyimi bişirməlidir, heç kim. Arada biraz molam olanda da həm güllərimin baxımını edirəm, həm videolar çəkirəm izləyicilərim üçün. Nəysə, nə videosu çəkirdim, qoy sizlərə də göstərim. Güllərimin birinci gətirdim, yarpaqlarını duşun altında yuddum, qəşəng yarpaqlarını təmizlədim, kökləri islandı, belə nəmləndi. Nəmlənəndən sonra xanımlar, 2-3 dənə, ikisi azdır, 3-4 dənə müxəyi götürürsünüz, nəmli torpağın içinə gömürsünüz, bastırırsınız. Allah sən saxla, yuxarıda zəlzələlər olur. Torpağın içinə bastırırsınız, o müxəyi nəmləndikcə torpağa həm antioksidan nəzərliyini verir, həm də ki, qarıqcadır, sinəkdir, böcəkdir, güllərimizin torpağına yaxınlaşmır. Bunu mən yoxlamışam neçə dəfə. Mənim güllərimdə hələ bir dənə nə belə uçan cücülər, nə qarıqcalar toplanmır. Hamısını baxın belə müxətdir, ondan sarı kökdür, zəncəfildir. Bunların sayəsində güllərim baxın belə coşduqca coşur. Nəysə bacılar, mən gətirim tez-tez yerləşdirim, videomu çəkdim, indi onu montaj edəsiyəm. Ondan sonra da ki çay qoyun, bir stəkan çay içim. Bugün sizlə bərabər işləyimdi səhər ertə.
Hələ səhərdən bəri çay içməmişəm. 2 stəkan su içmişəm. Belə qızlar.